Atatürk 1938 Kasım'ında öldü. Ben reis-i cumhur seçildiğimde Hitler Avrupa'yı inim inim inletiyordu. Bir sene sonra İkinci Cihan Harbi çıktı. Eğer ben kendime tek adam süsü vermeseydim, paralara fotoğrafları basmasaydım, Atatürk'ün resimlerini indirtmeseydim, o koltuğa beni İngilizler mi oturturdu, Stalin mi, Hitler mi? Peki paşam, Atatürk'ü başka bir yere defnetmeyi hiç düşünmediniz mi? Ne diyorsun? Türbeye çevirirlerdi. Hem de kimler? Yabancıların kışkırtmasıyla bütün muhalif unsurlar. Hadi harp vardı defnedemedi. 45'ten 50'ye kadar bir kabir hazırlasaydı. Efendim harp sonrası büyük devletler Türkiye'yi paylaşma yarışına girmişti diyecekler. Neydi İnönü'nün o meşhur lafı? Hadi canım sen de. O yüzden mi Atatürk ölür ölmez bütün Atatürk düşmanlarını meclise topladı? Atatürk düşmanı dediği Kazım Karabekir Paşa dürüst ve namuslu olmasaydı Erzurum'da Gazi Paşa'yı tutuklar, İstiklal Harbi olmazdı. İzmir suikastini bahane edip Gazi, Kazım Karabekir'i astıracaktı. O zaman İnönü'nün hatırına bağışladı. Ne yapacaktım ya? Dönem arkadaşımı bir iftira yüzünden ipe mi yollayacaktım? Biz Kazım Karabekir Paşa ile harp okulunda talebeyken Bayar ne yapıyordu? Muallimlik mi yapıyordu? İncir mi satıyordu? İnönü hiçbir zaman Atatürk'ün onu baş vekaletten azlini ve yerine benim gelmemi hazmedemedi. Ona en güzel dersi de 14 Mayıs'ta halk verdi. Bayar kendisini hep İttihat Terakki mensubu gördü. Halk Partisi'ni hiçbir zaman benimsemedi. Atatürk'ün en büyük hatası benden sonra Bayar'ı getirmesi oldu. İttihat Terakki'nin hülyaperest, yakıcı, yıkıcı ateşini söndürmesi kaç yılını aldı? Ama kendi eliyle o alevi devletin avucuna koydu. Aynı hatayı 46'da ben de yaptım. Bayar'a parti kurması için izin verdim. Efendim, Atatürk'ün naaşının bir Anıtkabir'e taşınacağını açıkladı Sayın Adnan Menderes. Bu konuda ne diyeceksiniz? Biz atamızı kalbimize gömdük. Demokrat Parti iktidara gelince onu öldürdü. Tabii ki bir kabir yapacaklar. Azərbaycan Respublikası Prezidentinin səlahiyətlərini vicdanla həyata keçirəcəyimə, Azərbaycan Respublikasının konstitusiyasına və qanunlarına dönmədən əməl edəcəyimə, vətənimizin suverenliyini və ərazi bütövlüyünü göz bəbəyi kimi qoruyacağıma, Azərbaycan Respublikası vətəndaşlarının hüquq və azadlığının keşiyində duracağıma, xalqın yüksək etimadını doğruldacağıma and içirəm. Hörmətli tədbir iştirakçıları, indi isə çıxış üçün söz verilir. Rəsulzadə ideallarının yorulmaz davamçısı, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, hörmətli Əbülfəz Elçibəy cənabları. Beyler, gençler.
Nəsman bəy özü deyəsən burada təqvim düzəldi, belə nə cür istəyir elə yazır. Biz dedik ki, əvvəl ziyalılarımız danışsın, geniş məlumat versin. Sonra da biz siyasi xətlərə toxunaq. Məhəmməd Əmir Rəsulzadə haqqında hamı yavaş-yavaş öyrənməyə başlayıb, öyrənir. Bir vaxt mən demişdim ki, mən Məhəmməd Əmir Rəsulzadə haqqında bir yazı yazmaq istəyirəm, amma onu bütün bilmədiyim üçün, bütün oxumadığım üçün bir şey yazmamışam, yaza bilmirəm. Mənə dedilər ki, davamçısına bax, və yaxud deyək ki, müsabatçıya bax, bu heç Məhəmməd Əmiri bütün oxumayıb ki. Və qəzetdə də lağ elədilər. Bu qəzetlər lağ eləməyəmə xoşluyur. Nədənsə ləzzət alırlar. Məhəmməd Əmir Rəsulzadəni öyrənmək, oxumaq hələ elə mümkün deyil. Hər adam üçün də mümkün deyil. Mən elə gəl ki, Azərbaycanda hələ Məhəmməd Əmir Rəsulzadəni sona qədər əsərlərini, yaradıcılığını oxuyub qurtaran adam yoxdur. Kim deyir, çıxsın bura desin. Mümkün deyil. Çünki onun əsərlərinin bir neçəsi hələ əldə edilməyib. Bir neçəsi hələ çap edilməyib. Bir neçəsini hələ tapmamışıq. Yəni, Məhəmməd Əmin Rəsulzadənin elə böyük irsi var ki, mən fikirləşirəm, əgər biz onu geçsək, toplaya bilsək, kiçik məktublarından, xatirələrindən və böyük əsərlərinə qədər ən azı 30 ciltli əsər eləyəcək. Biz də buna hələ ki, öyrənməmişik, zaman-zaman öyrənəcəyik. Bu məsələdə mənə elə gəlir ki, daha çox oxuyan Nəsman bəydir, daha çox oxuyan bizim Şirməmət müəllimdir. Bu 2-3 nəfərin deyərdik ki, çox geniş məlumatı ola bilər. Yəni, Məhəmməd Əmin Rəsulzadə bir dəryadır. Bir dəryadır, bir böyük, deyək ki, oxuyandır. Biz onu öyrənməliyik və gələcək nəsillərimiz də öyrənəcək. Öyrəndikcəndə bir 100 illik, bəlkə də 150 illik bizim ideyamızın məhvəri Məhəmməd Əmin Rəsulzadənin fikirləri və ideyaları olacaqdır. Bunun başqa yolu yoxdur. Yəni, bu başqa yolu yoxdur. Yəni, bu cür yaradılıbdır. Tanrı bu adama çox böyük şərəf, çox böyük yüksəklik, istedad veribdir. Ben o fikri bir daha təkrarlayıram, təkrar olduğu için de bağışlayın, ancaq deyirlər təkrar bir inanasıdır. Ancaq ben de ona göre deyirəm ki, çünkü bəziləri eşidib, bəziləri eşitməyə bilər. Ben o fikrin üstündə qəti dururam və ona inanıram ki, Həzrəti Peyğəmbər deyib ki, məndən sonra mənim, Allah'ın məsələmət və alımım. Həzrəti Peyğəmbər deyib ki, məndən sonra mənim ümmətimin içərisindən elə böyük şəxslər yetişəcək ki, onlar geçmiş Peyğəmbərlərin çoxundan üstün adam olacaqlar. Və mən buna inanıram ki, buna tam yəqinəm. Ben onda fikirləşəm ki, Həzrəti Peyğəmbər kimi deyir, kimləri nəzərdə tutub və o zaman mən fikirləşəm ki, o dediklərinin birisi də Məhəmməd Əmin Rəsulzadədir. Məhəmməd Əmin Rəsulzadə 124 min peyğəmbərlərin əgər sırasına düşsəniz, 5-6 peyğəmbərlik çıxmaq şərtilə qalan peyğəmbərlərin hamısından böyük şəxsi. Uzaq görənliyi. Peyğəmbər nə demək? Peyğəmbər ərəb dilində nəbi deməkdir. Nəbi qabaqcadan xəbər vermək, uzağı göstərmək, xeyirli yolu göstərmək deməkdir. Və əlbəttə Həzrəti Peyğəmbər deyir ki, məndən sonra Peyğəmbər olmayacaq. Buna görə də biz onu qəbul edirik. Ancaq olan adamlar, xalqın, ümmetimin içindən çıxan adamlar geçmiş peyğəmbərlərin çoxundan üstün olacaq və mən buna əminəm. Və buna yəqinəm ki, doğrudan da o geçmiş peyğəmbərlərin çoxundan üstün olan şəxslərin birisi bizim böyük öndərimiz Məhəmməd Əmin Rəsulzadədir. Məhəmməd Əmin Rəsulzadənin kitabların, əsərlərini oxuduqca digər bir cəhəti vardır. Digər bir cəhəti vardır. Bizim dinimizdə belə bir məsəl vardır. Deyir ki, bir qulu azad elədin, böyük savaba çatdın. 2 qulu azad etdin, günahlardan qutardın. 3 qulu azad etdin, cənnətə getdin. Məhəmməd Əmin Rəsulzadə milyonların şuurunu azad edir. Milyonları azadlıq meydanına çağırır. Milyonları bu azad edibdir. Və biz ona görə də biz bu şəxsiyyəti doğrudan da böyük şəxsiyyət sayırıq. Xalqımızın ən, deyək, 20-ci əsrdə ən böyük şəxsiyyəti deyərdim ki, siyasi şəxsiyyəti Məhəmməd Əmin Rəsulzadədir. Əlbəttə biz böyük dahilərimizi sevirik. Əli bəy Hüseynzadə Azərbaycan xalqının və türkçülüyün nəhənglərindən birisidir. Bunu heç bir zaman, yəni birini tərifləyəndə o birisini biz kölgəyə salmırıq. Əli bəy Hüseynzadə kimi şəxsiyyətlər Azərbaycan idealının, türk idealının, məhkûrəsinin yaradıcılarındandır. Bütün türk dünyası üçün. Əhməd Ağaoğlu nəhəng şəxsiyyətlərimizdəndir. Deyək ki, bizə gəlirdir. Üzeyir bəydir, böyük şəxsiyyətlərimizdir. Allah bizə deyək bir xoşbəxtə verir ki, zülmü əzabla, imperiyaların zülmü əzabı qarşısında bizə böyük dahilər həmişə veribdir.